Qüsurlu ödənişin bərpası. Vətəndaşlar qüsurlu ödənişin bərpası xidmətindən daha rahat istifadə etmək üçün mygov.az portalı vasitəsilə, eləcə də Asan Xidmət və Asan Kommunal mərkəzlərinə müraciət edə bilərlər. Vətəndaşlar müraciət edən şəxsin şəxsiyyət vəsiqəsini, smart kartı və ödəniş qəbzini təqdim etməklə xidmətdən dərhal yararlana bilərlər. Elektron qaydada müraciət olunduqda mygov.az web ünvanına daxil olunur. Müvafiq bölməyə klik edilir. Kart oxuyucu yüklənir və quraşdırılır. FIN koduna bağlı məlumatlar avtomatik doldurulduqdan sonra sayğac növü seçilərək kartı oxu düyməsi sıxılır. Ödənişlər menyusundan qüsurlu məbləğ seçilir və bərpa et düyməsi sıxılır. Əlaqə məlumatları daxil edildikdən sonra müraciət göndər düyməsi sıxılır.